İlk öncə interfeyslə tanış olaq. Gördüyünüz kimi burada knopkaların sayı adama ilk baxışdan qorxulu gələ bilər, amma darıxmayın, çünki onların hər birinin öz mənası var. Məndə Microsoft Excel 2010-dur və ingilis dilindədir, amma sizdə digər dillərdə də ola bilər, amma narahat olmayın, çünki onun o qədər də əhəmiyyəti yoxdur, dillərə öyrəşəsiniz. İlk növbədə qeyd etmək istəyirəm, sütunları hərflər müəyyən edir, məsələn A, B, C, D, Y və sətirləri isə rəqəmlər müəyyən edir. Excel-də cədvəllər bizə şahmat lövhəsini xatırladır. Məsələn, mousu bu lövhəyə qoysaq, bunun deməli adresi olacaq B3, gördüyünüz kimi. Daha sonra isə Excel cürbəcür lövhələrdən ibarətdir. İlk lövhə Home-dur. Biz bir dəqiqə Home-dayıq. Burada teksti redaktə eləmək üçün ən lazım olan operasiyalar yerləşir. Insert lövhəsində siz əgər nəsə bizim Excel kitabımıza əlavə eləmək istəsəniz, insert lövhəsindən işlədəcəyik. Page layout bölməsi səhifənin necə göründüyünü redaktə eləmək üçündür. Formulas bölməsi bizə cürbəcür formulalara imkan yaradır. Deməli, ilk baxışdan qorxunc gələ bilər, amma gələcəkdə görəcəksiniz ki, formulalarla nə qədər Excel-də olan işimizi rahatlaşdıra biləcəyik. Deməli, növbəti lövhəmiz data, digər mənbələrdən nəsə əlavə eləmək istəsəniz, deməli, data lövhəsindən işlədəcəyik. Review, əgər hansısa bir səhviniz ya tekstin formatında dəyişiklik eləmək istəsəniz, lazım olacaq bizə. Və sonuncu View, Excel-də işimizi rahatlaşdıran lövhədir, yəni ki, görünüş və cürbəcür rahatlıq üçün opsiyalar var. Sonra isə deməli file lövhəsini görürsünüz lap əvvəldə. Burada save, save as, open, close, info, recent, new, print, save və send, help kimi lövhələr görürük. Save düyməsi deməli dokumenti yadda saxlamaq üçündür. Məsələn, desktop seçirəm və istədiyiniz ad, istədiyiniz formatı seçib save-ə basırıq. Bu operasiyanı Ctrl-Save düyməsi ilə, kombinasiyası ilə də eləmək olardı. Ctrl-Save, bu dəqiqə basıram. Və sonra Save As, məsələn, əgər hansısa faylı ayrı yerdə saxlamaq istəyiriksə, Save As-i seçib, istədiyimiz yeri seçirik, sonra adı redaktə edirik və sonra formatı. Cürbəcür formatlarda işlədə bilərsiniz. Sonra burada olan open, yəni ki, hardasa əgər sizin formatınız varsa, Excel kitabınız varsa, orada deməli götürə bilərsiniz. Bu vkladka ilə aça bilərsiniz. Sonra gəlir info, close aydındır ki, bağlamaq üçündür. Sonra gəlir info düyməsi. Infoda cürbəcür opsiyalar var, amma bunun barədə biz qabaqda danışacağıq. Recent düyməsi sonuncu açılmış dokumentlərdir burada göstərilən. New bölməsində yeni dokument açmaq olar, yəni ki, boş blank seçmək olar və yaxud da ki, Excel'in bizə təqdim etdiyi şablonlardan birini seçmək olar. Print düyməsi
deməli dokumenti çap eləmək üçündür. Save və send, yəni ki save etdikdən sonra göndərmək olar hansısa e-mail'ə və help sizə dəstəyidir, Microsoft Office-in dəstəyi. Bu qədər. Sonra deməli qayıdaq əsas səhifəmizə. Burada aşağıda gördüyünüz kimi sheet, deməli sheet 1, sheet 2 və yeni bir səhifə də aça bilərsiniz. Yəni səhifələrin istədiyi miqdarı istədiyiniz qədər ola bilər. Sonra daha bir şeyi qeyd etmək istəyərdim ki, burada zoom knopkası var. Yəni yaxınlaşdırıb uzaqlaşdırmaq olur. Excel'də olan xanaların sayı kifayət qədər çoxdur. Yəni ümumi xanaların sayı gəlib 16 milyona çatır. Sonra burada cürbəcür səhifənin görünüş tipləri var. Page layout, bizdə normal width idi, page layout və page break preview. Amma bunlarla sonra tanış olacaq. Düşünürəm ki, ilk interfeyslə tanışlıq barədə bu qədər. Sağ olun.